Maşa ve Ayka. Biri var idi, biri yok idi. Bir zamanlar dünyada iki kız var idi. Birinin adı Maşa, o birinin adı Zoyka idi. Maşa her şeyi özü etmeyi çok sevirdi. Şorbanı özü yeyirdi. O öz fincanından süt içirdi. Oyuncaqlarını dolaba özü yığırdı. Ancaq Zoyka özü nəsə etməyi heç istəmirdi və sadəcə deyirdi: "Ay, istəmirəm. Ay, bacarmıram. Ay, etmirəm." Hər şey ay və ay. Beləliklə onu Zoyka deyil, Ayka çağırmağa başladılar. Qırmızı fənər. Axşam saatlarında balaca qnom, yəni cırtdan adam meşə ilə gedirdi. Əlində qırmızı fənər. Talada kiçik heyvanlar oynayırdı. Dələ, dovşan, ayı balası. Onlar qaranlıqda oynaya bilmirdilər. Cah bir-biri ilə toqquşurdular. Cah başları bir-birinə çırpılırdı. Cah da ağacın kökünə ilişib yıxılırdılar. Xeyirxah qnomun onlara yazığı gəldi. O ağcaqayın budağına qırmızı fənərin asıb meşənin dərinliyindəki evinə getdi. Burada əyləncə başladı. Kiçik heyvanlar ağcaqayın ağacının ətrafında yallıq etdilər. Sonra gizlən kaç oynamağa başladılar. Hərəsi müxtəlif istiqamətlərə qaçıb gizləndilər. Elə bu vaxt oradan şıltaq Ayka keçirdi. O fənəri görüb dedi: "Ay, nə yaxşı fənərdir. Ay, mən bunu özüm üçün istəyirəm. Ay, balaca heyvanlar qırmızı fənərdə olmadan oynaya bilərlər." Ayka qırmızı fənəri götürüb yaylığını bükərək evinə apardı. Balaca heyvanlar talaya qayıdanda fənəri görməyib qışqırıb ağladılar: "Qırmızı fənərimiz hanı?" Müdrik meşə quşu uçub gəldi və onları sakitləşdirməyə başladı. Hu hu, ağlamayın, pəncələrinizlə göz yaşlarınızı silin. İndi gedin yatın. Hu hu. Sabah isə sizin qırmızı fənəri kimin götürdüyünü öyrənəcəm. Mütləq öyrənəcəm. Hu hu. Səhər meşə quşu Maşanın yanına uçdu və soruşdu: Hu hu. Maşa, qırmızı fənərin harda olduğunu bilirsən? Maşa cavab verdi: "Yox, bilmirəm. Bəlkə Ayka bilir. O dünən axşam meşədə gəzirdi." Müdrik meşə quşu şıltaq Aykanın yanına uçdu. Pəncərədən baxdı. Gördü ki, Aykanın masasının üstündə parıldayan qırmızı fənər var. Meşə quşu soruşdu: Hu hu. Ayka, de görüm, sənin masandakı bu qırmızı fənər nədir? Olmaya bu mehriban qnomun bala heyvanlara verdiyi fənərdir. Hu hu. "Ay, yox," Ayka tez dedi. "Ay, bu başqa fənərdir." Meşə quşu sərt şəkildə dedi. Hu hu. Ayka, sən o qırmızı fənəri mənə ver. Hu hu. Əgər o fənər sənindirsə, sənə pis heç nə olmayacaq. Hu hu. Yox, əgər başqasının fənəridirsə, əlini yandıracaq. Ayka qorxdu. Fənəri əlinə götürmək istəmədi. İstəmədi ki, əlləri yanıb ağrısın. "Ay, bu mənim fənərim deyil,"
deyib ağlamağa başladı. Ay, məni bağışla, meşə quşu. Ay, mən bir daha heç vaxt başqalarının əşyalarını götürməyəcəm. Meşə quşu qırmızı fənəri meşəyə aparıb yenidən ağcaqayın budağından asdı.